Sabun, ancaq sabun. O gün biri yorumlarda dedi, bu özü boşanıb deyə istəyir bütün qadınlar boşansın. Niyə sən ərvə gedəcəm ərə? Sən o lazımdır, zərin kimə lazımdır, sən ad verirəm Allah. Sən boşandın, mənə nə istisi soyuğu? Az, boşanma. Niyə edirəm, sən o əyrəmçi instrument ərvi? Bu boşandı, ne cəmmədi, mənə. Nüş boşanırsa Allah eləməsin, heç bir qadın boşanmasın. Sadəcə demək istəyirəm ki, boşananları qıdamayın. Başınıza gələr. Heç kim həyatından sığortalanmıyor. Sənin başına gəlməz, qızının başına gələr, əzizivin başına gələr, bacının başına gələr. Yaxşıya mətir satışır, sən necəsən? Qızlar, ətsiz satışına takibatın, o da mənim səhifəmdir. Boşandı. Yaxşı şeydir, sən boşamazdılar. Yaxşı. 2 dənə oğlan bunun başına sığal çəkib, aparır dəniz qırağında otusturub dönər verib, bütün günü buna yalandan xəyallar uydurur. Bu da oturub ona inanır. Görəcəm sənə bir aydan da sonra. Darıxma, ana evin arzulayanda deyəcəm sənə. Darıxma, hamı gülə-gülə gedir, ağlaya-ağlaya gəlir. Darıxma, bir aydan sonra səni də görəcəm. Heç darıxma, yaxşı, onda sənə deyəcəm. Mən də qız vaxt eləydim. Deyirdim, ay Allah, sən qurban olun. Bu qızlar niyə boşanır? Niyə gedib evin içində dayıca yaxşı, qaynana, baldız, hamısı bir yerdə xoşbəxt yaşır. Bunlar niyə boşanırlar? Mən də deyirdim o sözlər. Gedəndən sonra çoxluq arzulurdum. Dedim, nəslimin ağzı ilə, həcabətimin ağzı ilə qələt eləmişəm. Tövbə, tövbə, min tövbə. İndi xoşbəxtəm, bəli. Allah çəkdiyim əziyyətlərin qarşılığını verib mənə. Hər bir qadından xoşbəxtçiliyi arzuyuram. Hər bir qadın ikinci dəfə də xoşbəxt ola bilər. Boşanmış qadına belə qaşqaldaq kimi baxmayın bəzilərimiz. Sadəcə bu həyatda qız uşaqları xoşbəxt edəcək deyə bir şey yoxdur. Qız uşağı da gedib ərə arvad olacaq, gəlin olacaq. Boşanıb, ay Allah, inanmıram, ay qız bunu alsınlar, bunu ancaq fırladarlar. Niyə ay? Qız uşağını fırlatmırlar. Kaç eliz adam az sən üçün? Niyə? Niyə öyle düşünürsən? Səni alırlar, 60 tane oğlan dəyişimsən, alamaz səni. İnanmıram buna alsına, bunu ancaq fırladarlar. Yəqin fırladanda sən də ayağımın altında qalasın. Dümbələk. Nə dəxli var? Nə dəxli var? Boşanmış kişi ailə qura bilir, boşanmış qadın qura bilməz. Düşüncə tərziviz məni yoxa çıxardır. İt deyib boşanmışa. Quduzlatdır. Bunu ancaq fıyyadarlar. İnanmıram. Anası alandı. Tək məndən söhbət getmir. Keşfətdə də çıxır qabağıma. Anası alandı. Sıfırladı da. Elə səni aldı anası. Gəldi elə qaça-qaça sən tüləyi aldı apardı. Sən ördəyə oxşayanı. Elə aldılar səni. Qalımızdan molla qapılarında. Day oğlan şəkli qalmayıb. Qışqıldıq. Aldılar apardılar. Nə alacaqlar? Fikir götürüb. Mənim fikrimi başqasının fikrini götürsə gid özünə ər tap. Ər. Bir də görsən yazırlar. Video çəkilər. Boşanmış gəlinlər imkan versinlər, biz qıjdayda ərə gedək. Sən qıjday saat 2-3 küçələrdə şülənəndə. Bəzi onda oğlanlar neynəsin, məcbur gedib boşanmış ayıyda. Çıxır kənə görür qız uşağı gecə saat 2-də fırlanır tülək kimi. Neynəsin oğlan? Neynəsin aşkım? Deyir elə bunu alınca biri boşanmış araramda. Bilirəm ki, boşanıb gəlib cəhənnəm. Bəzi qızlara aiddir. Bu deyirlər, gəlinlər imkan verin, ərə gedək, dəlinlər. Neyib qabağını kəsir, gəlinlər? 100 dəfə demişəm, oğlan görüşə çağıran kimi getmə. Tülək kimi qaça-qaça gedirsən, 3 bilmirsən, 4 bilmirsən, 5 bilmirsən, ara yollarda. Alar az oğlan səni. Ev bilmirsən, şəhər bilmirsən, hər yerə başını soxursan qız uşağı adıyla. Bəzilərimiz. Təbii ki, almayacaq. 2 dənə söz deyə kimi hər ev şama dönürsən, ha? Masla yağı kimi. Mişqə var, bu məndən səviyyəli qızdır. 5 manatı yoxdur, az dairə açıq o da girən girib də, dayı mindirsin, taksi yaparsın da səni. Elə də mən belə qırqaşayıq ki, avtobusda. Benim məndən artıqdır bu. Allah haqqı. Hələ belə qıcaqlayanlar var, qızlar avtobusda. Qaqa belə qriyyət çəkənsən, qurban olaraq. 5 manat, 3 manatdır. Yanqo 3 manatdır, bot 5 manatdır. Vur apar da, harada səlyan aparsan, bəyəm qızı, şəhərin ortasında uzağı 5 manat arası var da, aparacağın yolun şeyinin, taksilər var, min şükür Allah. Bu bilsən hansı oğlanlara aiddir, belə. Başı sərsağı, başı sərsağı, başı sərsağı. Yedilər.
Pasi saysağı, pasi saysağı. Qaqam qısqanır, pasi saysağı. Hələ oğlanlar var, şorru göz. Göz radar verir göz. Avqona çıxır göz. Qız ama yapışır qızdan. Gör bunu indi sevgilisi göz. Yanındakindən müğayyət oluyor. Sən yanındakı qaşqallığa heç kəsə baxmasa, cəmatın qız sən yanındakını hərir az. Əyrəmcə də əyrəmcə. Oğlanlar yığıblar yanlarına, göydə bu bırak öz sivitlə minib avtobusa. Görməmişlik də başa düşürsünüz, görmə. Bu bizə nə demək? Bu görməmişlik deməkdir başa düşürsünüz. Gör, avtobus o qədər sevgililər minir ki, cəmat arvadı ilə bilir. Səliqəli oturub düşür bəziləri. Durub oğlan bunun qabağında. Başlasın. Başlasın. Seylərin qırılsın. Həmşələlərdə baxıb cırılmışam da gülməkdən. Andol Allaha. Güzel başla. Mindir 5 manatda taksi, apar taksi ilə. Bir iki çəkənsən, bırat. Elə bir həc avtobusuna minib. Oğlan da olmalıdır, qız da olmalıdır burada. Nə adiyyəti var? Hələ qızlar. Qız var yanında. Yox, aşkım. Meçiddədir. Ancaq kişilər var orada. Düşür suallar verir sizə oğlan. Qız var yanında. Qız səsi gəlir oradan. Kafede oturup kız sesi gəlir. Qız kafede qız olar da. Ne bileyim valla. Onsuz da səni allatmaq istəyən, xəyanət eləmək istəyən, sənə Əfruzə ilə deyəcək, Gülbadanla deyəcək, Stare ilə deyəcək, nə bilim Rəyana ilə deyəcək, Nigarla deyəcək, Jenniferlə deyəcək. Arvadlar var ki, ay bala, Angelina Jolie oxşur, yenə də əri xəyanət edir. O gözəlliyə baxmır. Adriana Lima, ha? O cür Adriana'ya xəyanət elədi, Shakira'nın əri xəyanət elədi, boşandı az. Özümə təsəlli şəklim. Verən saatə qədər boşandı. Heç onu Kənana yaraşdırmırdım. Dururdu belə qızın yanında. Doğulu. Bəzən deyir ya, ay Allah, bu qız bunu nəyini sevib, oğlan nə gündədir. Biz siz nəyini sevib, qıza dəyər verir. Adınızda bir şey saxlı, dəyər verir. Bəzən aiddir, yaraşıqlı oğlan, heç vaxtı sevgilisi eybəcər olanda, oğlanlar çox eybəcər qız seçir. Niyə heç kəs ona baxmasın? Qızlar da eybəcər oğlan seçir, heç kəs ona baxmasın. Bu əksəriyyətinə aiddir. Mən İşrəfi niyə göstərmirəm? Yaraşıqlıdır. Göstərim alsınlar əlimlə. Valla siz kızlar bir damcı yaraşıqlı ərifiniz olan kimi TikTok, Instagram, Story görürmüsünüz birimizin ağzının içine video, ne bileyim kontakt oturup boynunda. Boynunda oturmağına otursun. Mən elə şey çatmır biz siz qızlar necə. Mən qınamıram ha, özünüz bilərsiniz. Amma mənim həyat yoldaşım. Mənlə şəkil çəkdirsin. Otuzdursun məni burası da, ayaqlarımı belə sallayım. Mən nə bilim, o mənə anormal gəlir, başa düşürsən. Mən düşünürəm ki, ondan mən nə ər olacaq. Nə ər olacaqdır? Kişi ağır olar. Kişi deyəndə bizən ağlana gəlir. Kişi! Ağırlıq, qaş göz çatılır. Üz ifadəsindən bilirsən nə demək istəyir. Bu deməkdir, mənası. Yoxsa indikilər bəziləri. Rıvat gülməmiş, matışqə kimi kişi bunun yanında. Nə oldu be? Nə oldu? Bir ağırlığı qoru da. Nə bilim bol. Allah haqqı düzdür. Mən elələri çatmır ay xanım. Quran haqqı çatmır. Mibiyə pıyığılıq. Bir oğlan olaraq kasıb olmaq ayıb deyil. Sən arvadını alıb oturup burada dilənəcəksənsə, bu arvadını öş alırsan. Bak bu TikTok olmadı. Fərdə çox sağ ol. Nə bilim. Mənim aləmimdə kişi necə olmalıdır? Ağır təbiətdir. Qısqanc. Üzündən gözündən bilməliyəm nə demək istəyir. Başa düşürsünüz? Kişi. Mənim üçün bu deməkdir.
Bambul olmamalıdır, retki gülməlidir, zarafatçı olmalıdır məndən öz aramızda. Cəmiyyət içində məni əzməməlidir, sözü varsa mənə qıraqda deməlidir. Sərt, bildiyiniz sərt. Mən elə kişi, mən üçün kişi xarakteri odur. Mən matişka xoşlamıram. Mən üçün belə adamlar ailə saxlayıb, ailə başçısı ola bilməz. Sabah belə oğlanların anası, atası başını qoyduğu yerə öldü, bu da arvad saxlaya bilir. Bilməyəcək hardan nə qazansın. Elələrinin evi, idarə anası eləyir, atası eləyir. Başa düşürsünüz? Baxdım elə yaraşıqlıdır, cavan oğlandır, durum vızqırdım gedim. Gələcəyi də fikirləşdə. Eşref tək, bəli. Zəng yoxdur çünki telefon xarabdır. Yadımdan çıxdı bugün yenə o izbam. Sabah səhifəm açılırdı, sabah zəngləri qəbul edərəm. Xanım işçi lazımdır, təcili bavərinə. Bir kişi işçi axtarında, bu kişilər də işləsin də. Bu oğurluqlar baş alıb gedir, bu yazıq kişilərə də iş verin də, qardaş. Hərə baxırsan qadın axtarılır. Bu kişilərə nə ediblər? Bunlara da iş verin də, bunlar da işləsin də. Qalıblar bəziləri arvad pulu yeyə. Bu kişilərə də iş verin də. Biri oğurluq edir, biri onu edir. Bədbaqlar arvad uşaq saxlaya bilmir, ayrılır. Bu kızlar o kadar iş verirsin ki kız pulu yiyirlər. Bu kişilere de iş verin de. Oğurluqlar baş alıb gedir, arvad uşaq saxlaya bilmirlər. İş verin de, bu kişilərə baxırsan kız tələb olunur, kız tələb olunur, kız tələb olunur. Oğlan olsaydım sana var. Yaxşı eləyər. Kızı paylaşım tıklayın. Takip edin bu səhifəni. Babuş. Ne bir de babuş adı çeken oldu. Babuş. Ne diyeceğim? Kızıma çekeceğim. Babuş. Erimdi. PK yoldaşım olup oynamışam da. Başladılar. Babuş. Zehir ağrı azar. Babuş ne oldu? Canı vazzar oldu. Evde dert oldu. 3 yıl bundan qabaqdan açdığın oğlan ne oldu? Xəbərim var, hiç yolda görsən tanımarsın. Ben sana soruşuramaz aynı sesi. Dümbələk. Nerede? Eşref buradadır görəsən. Buradasan Eşref. Görün baxır mənə, yoxsa işi var. Baş məşğul idi biraz o. Hocam, burada mısın hocam? Buradadsa biləcəm. WhatsApp'da yazı gəlmir yuxarıda. Saçın zor olur, uzanır ha. Eşref ciddi oğlandı, çox ciddidir. Həncə belə giclərin, dəllərin qabağına ciddi çıxır. Bir şey demişim, ciddi qızların qabağına harda ləlün, var o çıxır. Mənim kimi eləyəndən də qabağına harda ciddi oğlan var o çıxır. Ay. Bacım. Salam. Güvən necə yaranır bəs? Güvən nə mənada necə yaranır? Güvən yaratmağa ehtiyac yoxdur. Normal insanla danışırsa güvənə ehtiyac yoxdur aşkım. Ay ekstrasensən, nəsizsən, sənə niyə qoşmalıyam bura? Qaşqaldaq. Qaş. Az yıxmışsınız cəmatın evin. Gir bir də mənim canımda yıx cəmatın evin. Qos, nə qərəssən? Hava proqnozu verəsən burada. Görsə bazarın içine girəcəm tualetə. Qoş yox, hoşdur. Yapışı belə qos. Eşnəf nə bürcüdür? Bürcün deyə bilmərəm. Qızda bürclə nə əlaqəsi var? Oxudan bürcü də var, boşanıb. Əqrəb də var, boşanıb. Nə bilim, xərçəng də var, boşanıb. Bütün bürclərin yaxşısı da var. Bürcün bura nə xatiyyatı? Kim possible? Elə bildim saçım nə olub? Salam yazmağa. Niyə qırxırsan salam yazmağa? Salam verimsə artıq söz demişik sənə bəyən. Axşamınız xeyir. Yağlı deyil, nazi idi xanım. Qaynaqdan çıxır, həm də nazi idi. Əlimdə bütün gün, başımda belə. Səhər yursan, axşam yağlanır. Həm də yaydı da. Qara saça bir dənə əl vırlası döyür. Elə bir quş sıçıb başına. Yaxşı qızla arada başın gedir. Hara gedir? Siz tərəfdən keçir, göndər dala.
Bazen vurmuram ben onsuza. Balizamı xoşlamıram. Ne yaman uzanıb. Sabah saçım töküləcək, inanırsan. Elə yazdın ki aşkım. Kobut olma. Xoşlamısan? Xoşlamısan? Xoşlamısan ki? Xoşlamısan? 3 nöqtə var. Bas bayra. Baxma. Bacı budama. Bilirəm günahkar olmuşam gül. Keşfetimi viral edib bu mahnı. Bir o kamera amba. O gün video çekmişəm bu mahnıya. Yaxşı ki bəziləri təqdirlər bu mahnıya video. Az ambır. Canım, qaş qaldaq bacım. O trenddir. Trend bilsən nədir? TikTokerlər herkes aynı şarkıya video çekebilir. Yani o şarkı bir nəfərə ait değil bacım. Beni bir siz niye elinde ve dediniz? Ay Allah. İmdad eyle, bir dad eyle. Gitti o da. Eybi yok. Qaçın tez baxın. Yumurtaya yaxın edirəm, belə yeyərəm. İstəmirəm. Yerində dur. Heç olmaz gecə dostu. Ay qız aç bir üzünü Leyli. Nuş çok sağ ol. Nuş olsun, çok sağ ol. Yediğim lobiya. Tez pişirdim. Hazır yedim. Adı ne bileyim, niye paxıllıq edirlər? Paxıldılar da. Burada pek sevmem adamı. Adam yok da. Necə belə incə qalım? İndi yeyirəm aşkım. Mən indi yemək yeyirəm. Bugün yemək yeməmişəm. Su çox içirəm.
Qatlıq istəmirəm. Niyə ət yemirsən? Ət çox sevmirəm, yayda başa sevmirəm. Qurban əti veriblər, xaldinikdə qalıb yiyib. Şərbət yiyənlər, hə? Bunu daha çox sevirəm belə yeməklərə. Yox, bu hazır satılır ondandır. Yayda vəbşə getmir ət. Yayda ancaq yay yeməkləri. Xiyar, pomidor, şoğul. Təndir çörək. Pendir, qarpız. Göy-göyərti. Yayın yeməyi budur. Kroşka, makroşka. Yayda ət yeyərlər sən Allah. Ritq qonaqlığa gedərsən, hə? Yeyərsən. Yayın yeməyi ət. Ət nə deyirsən can? Ət sevdası nədir bəzilərimizdə? Ət. Yox. Bilmirəm, ətlərə tapılır, tapsız mənə də deyin. Ay qız aç bir özünü, toleyli. Toyuq əti vəbşə az yerim. Toyuğun da bilsin nə yerini sevirəm, sümüklü yerlərini belə xırt eləyir ağızda. Hə, qanad yeri, boğaz yeri, ətli yerlərini sevmirəm. Bu nədir? Allah 600 nəfər. Burada gülməli nə var, o mənə çatmadı. Mənim kimi, hə. Burada gülməli nə var idi? Biz də güləydik də. 600 nəfər olduğuna görə gülür. Gül başına. Boğaz istidə nə çay? Bu günlərə də qalacaqdım. Hə, qaldıq da aşkım, can, həyatım. O sevinə. Melisa boş ver. Kondisioner sevmirəm. İstidən də pişsəm kondisioner sevmirəm. Çox tərləyən deyiləm. Amma belə olanda olur da hamıdakı kimi. Amma belə çox tərləyən deyiləm. Mən də sərin sevmirəm. Sərin yer sevmirəm. Yəni mən sərin yerdən qaçıram. Buz, kondisioner buzxana olur harası. Oradan qaçıram. Xoşum gəlmir. Yayda olsa belə istini sevirəm mən. Ventilator hə, amma kondisioner sevmirəm. Gözlərimin altı qaralmayıb. Canlı da elə görürsən, işıqdan. Makyaj yoxdur, yox. Biri yazıb nə gün desən? Biri yazmır. Belə bayaqdan sən ağzıma gələn yazsan burada. Məhərrəmlikdə hamı hər şey eləyirsən Allah. Məhərrəmlik deyə hər şey eləyirlər. Bəzilərini deyə bilmərəm, bəziləri eləyir. Balansı falan mükəmməl. Nəyin balansı? Üstündəki qaldı, hə. Öküzüm yemək yiyib. Bu nə danışıqdır? Kimsizsiz? 100 manatlıq kipriyi nə oldu? Gözvə girdi. Sənə görə vurub bir gün telefon. Hə, sabah restorana çağırıb bizi. Şeydə, reklam kimi də. Səhər gedib restoranda şey eləyəcək. Saçlarım bir bu qədər də uzansa süper olar. Biraz da qalınlaşsa əla olar.
Mənim yöneticiyə ihtiyacım yoxdur. Effekt niyə qoymursan? Nə edirəm effekti? Normal insanlıq alıb da. Sabah gedəcəm, istəyirəm sabah gedim Fidan yanına kosmetolog. Saçlarıma mezo elətdirim. Dözəcəm, 5-6 ay qaynaqsız dözəcəm, qoy saçlarım özünə gəlsin. Gözəldir çox. İstəmirəm, özüm satdığım şampun var saç uzadan. Ondan eləyəcəm. Süperdən. Parmağında niyə üzüyü yoxdur? Olacaq da gözlüyüm biraz. Üzüyüm burada deyil, xaricdə də düzəltdirirlər. Özəl üzüyü olacaq, mənə özəl. Cəmi 500 adam nədən? Moddan düşmüşük yəqin ona görədir. Həqiqi, hə. Aliment düzəltdi, vəkil işləyirdi üzərində, yəqin ki düzələrdi. Video çıxdı qarşıma, kövrəlmişdim. Niyə? Ayliş özlədik, gəlir də Ayliş. Bir kez sabah ya da bir gün gəldi. Orada Dovşanın şeyi var, cüzəsiz adı var, onlarla oynayır, ona görə qoyuram qalsın. Gəlir bura bina evidə, darıxır. Gəlsin gərək işdən də gələndə yorğun oluram, yoxsa apararam onu metro parka falan, gəzməyə falan. Uşaqda da gəzmək istəyir, parka getmək istəyir. Mən də yorğun oluram axı. Orada mama gil aparır, xala gil aparır, burada mən hər dəqiqə apara bilmirəm. Yaydı deyə gəzmək istəyir. Az koymamısan. Statusuma. Statusa bakmak olmur ay kız canlıda. Yazıyor. Bitti. Buradan çıxanda özüm deyərəm nömrəni 5 dəqiqəli çıxarım. Lavuş üçün mən də darıxmışdım, yox öyle. Bir həftəyə qayıtır lavina. Tez uzadır, dəhşət tez uzadır aşkım. Ayrıca məndə Amerikada yoxsa Koreya ürünüdür. Buradan vurursan buradan saçlar çıxır. Buna bax. Dünən vurmuşam. Buna bax. Şampunu bayılamam da mən. Olan giydirməsi də var. Yox, gəlmir. Bəyənmir bizi də. Yanındakı qoymur. Şu düşər. Darıxma. Kim gelir qayıdır dala. Ağartmır, uzadır. Aşı boş verin. Boş verin. Öğren dedim, WhatsApp'a yazın. Yönlendirim, gedim alın. Ad çəkməyim burada. Vurmaq olur, anıyım. İnsan gəlir özünə hörmət eləməyə bacarsın. Qızlar niyə elədi, necə də? Ağlamısan. Yoo. Niyə ağlayayım? İnşallah kızlar. Bu səhifəyə takip atarsınız. Maşını mən qəbul eləmədim uşağım. Ümid vəfalı eşqə bizim nə xeyrimiz var. Əşrəf qoymur TikTokda oynamağa. Salam TikTok'a vermə, necəsiz, yaxşıyıq. Miri burada yoxdur axı dostluqda.
Səhərlər makyaj eləyəndə oynayaram. Eşref baxır. Eşref alsın diyor, atomdur. Alsınman eşref olar, sana anlayıram Allah'ım. Ay kız, alsınman eşref olar, bir dənə düzün deyil. Alsınman eşref olsa eşref kinodan çıxar. Alsınman yalnız kalsın olur. Ne oldu bu Aslıma? Hiç ne olacak? Az adam var. Saat 3'e qalıb 949 nəfər var. Toy eləsə necə bu qədər adam yığılmaz. Nə yaz dayı qardaş? Nuş çox sağ ol. Turşu deyə tuzlu deyirəm, çox sağ ol. Yox, Tolik mənə adını çağırmır. Rasxod eləməyi istəmirəm. Orada getdik bacı gələ bir 500 ataq. Yəqin ona görə çağırmayıb, istəmir rasxod eləyim. Deyir, qıymıram. Kış adamdır, hə. Sən limatına da bir yavru olasın səni. Motorumuzdan Uber'di. İndi verdim ad gün haqqında məlumat. Bu nədir? Bu ad günləri olan kimi cumursunuz mənim canlıma. Getmədim. İndi yapışsız Tolikdən. Pizdirdiler iyi. Canımı təzə qurtarmışdım. Yox, Tolik'in gərək ad gününə getdiyinizdə bir 500 yazasan zarafatsız. Çünki o hörmətin qarşılığı 5 qat verən insandır. Mənə deyir ki, səni qıymıram, tək uşağa baxırsan. Arada nəfəsim gedir gəri. Acıqır məndən. Əşrəf, benim aşkım. Benim hayatım. Panik atakım var ha. Yattı. Yattım. Sinə əməliyyatım uğurlu deyil, uğurludur. Belə köynəklər adamın sinəsini yekə göstərir. Çünki qabağı belə köynəklər yadınızda saxlayın. İnsanı çobut göstərir. Bunu bir game uzmanı olarak söylüyorum. Ayaladım iri, artık yiyeyim. Gözüm zayıftı, bilmirəm.